İmam Hüseyin əleyhissalamın əzasında sinə vurmaq məsələsi. Bu mövzu da geniş mövzulardandır. Yəni özü xüsusi bir mühazirə, xüsusi bir dərs istəyir. Yəni belə qısa bundan tükənəsi mövzu deyil. Fəqət bir dəlil qeyd edirəm vaxtın darlığına görə. Əlimdə olan kitab bizim ən mötəbər kitablarımızdan biri Hürr Amilinin Vəsail-i Şiə. Vəsail-i Şiə deməli cüz-ət-thani vəl-20. Deməli 22-ci cilddə səhifə 402-də. Hədisə diqqət edin, 31-ci bab. Hədis deməli Hənnan ibn Sudeyr İmam Cəfər Sadiq əleyhissalamdan bir neçə məsələ soruşur. O məsələlərdən də İmam cavab verir. İmam buyurur, İmam Cəfər Sadiq əleyhissalam buyurur: "Və laqad şaqaqnal cuyubə və latamnal xududə el-Fatimiyyat aləl-Hüseyn ibn Ali." Deməli, Əhl-i Beyt xanımları, Kərbəlada olan Əhl-i Beyt xanımları İmam Hüseyn əleyhissalamın başına gələn hadisələr sayəsində neynədilər? Şaqaqnal cuyub, bədən paltarlarının o şəriət miqdarı tələf olmamaq şərti ilə hissəsini neynədilər? Cırdılar. Yəni paltarın cırılması. وَلَطَمْنَ الْخُدُودِ və üzlərinə əlləri ilə zərbələr endirdilər. O xanımlar imamdır? Yox. Peyğəmbərdir? Yox. Onların əməli hüccətdir? Yox. İmam hədisin sonunda buyurur: وَعَلَى مِثْلِهِ تُلْتَمُ الْخُدُودِ Hüseyin kimisinə üzlər döyülsün. İmam Hüseyin əleyhissalam kimisinə üzlər nə olsun? Döyülsün. Tuşəqqul cuyub, köynəklər cırılsın. Bu imamın nədir? Əmridir. O xanımların da əməlini imam neynir? Dəstəkləyir. İmam demir, onlar düz eləməyib. Özü də əmr eləyir ki, Hüseyin əleyhissalam üçün üzə əllə zərbə vurmaq olar. Üzə olar, ancaq siniyə nədir? Olmaz. Üz misal üçündür. Üzə də vura bilərsən, başa da vura bilərsən, siniyə də vura bilərsən, əyağa da vura bilərsən. Deməli, bu hədisə əsasən İmam Cəfər Sadiq əleyhissalam bizə şəriətin hökmün açıqladı. İndi bu əl qiyamət günü danışacaq. Niyə sünüvü qızardırdın? Niyə başva vururdun? Niyə ayağa vururdun? Cavab belə olacaq ki, mən Cəfər Sadiqin kəlməsinə itaət olaraq bu işi görmüşəm. Və həmən bu məqamda da onun şahidliyi insana nədir? Xeyr getirəcək. Ey müsəlmanlar, İmam Hüseyin üçün ağlasaz, Allah Taala sizin böyük günahlarınızı da, kiçik günahlarınızı da, az günahı da, çox günahı da neynəyəcək? Bağışlayacaq. Qiyamət günü həmən bu göz ki, İmam Hüseyin əleyhissalam üçün ağladı, şahidlik eləyəndə nə deyəcək? İmam Rıza mənə demişdi, ağla. Eşitdiyiniz kəlmələri qulaq deyəcək, İmam Rıza demişdi mənə eşit. Bura niyə gəlib o ayaq? Deyəcək, İmam Rıza demişdi ki, gəl ora. Hamısı danışacaq. Danışanda qoyun həmən bu mübarək, bərəkətli məclislərin şahidliyin eləsinlər.